Sen becid olmalısan, yani maşınıma lüboy adam otura bilər. Reski rulu zadı çəkdik, zad, məsəl üçün öyle bir şey. Of, Mitxun ürəyim partlamasın, ay Mitxun Çakraborç, ürəyim partladı mənim. Hara gedir yola biz böyle ya. Necə saqqızıma uğradın mənimə. İndi oturmuşdum evdə, PlayStation vururdum belə. Qəşək, pesi. Ya da bir dənə zor kinoya baxırdım. Sevadan hələlik xəbəri yoxdur. Şükür. Raxol. Bax, mənə girmir ha. Sən öl deyirəm. Yığdı mən, promo qaydırıb o bura. Bu ne diyor? Ay şaşırdılar mı? O kurban oğlum sen daha hara getirmişsin. Sevil ayaktan telefonumu dağıdırıyor kardeş. Haçan rədd olurum. Ama sen geri gün ne oldu adam? Səbr elə də gəlir də. Boğa düşmədi bir sən orası. Ay qulaq as. Balaca olandan sonra ev meselesi neyəcəksiniz? Ya şeflə danışım ev düzün quşum sənə. Sirə zərdəbi niyə yeyərsən? Hardan bilsən? Hardan bilsən deyəndə bilirəm də. Nə fərqi var? Yaxşı da sən uzatma, hardan bilsən? Arvadlar danışanda eşitmişəm, hə? Ev lazımdı ya, yox bir həftə görüşəcəyim özüylə. Ağız açırdın? İstəməyini istəyirəm amma mamanı da tək qoymaq istəmirəm də. Mamanı tək qoymaq olmaz, orası düzdür. Amma balaca olandan sonra darız qalsıla olacaq, deyim sənə. Neyse, baxar da sən, yaxşı olur, yaxşı olur. Allah, Elmətli, zəng elə, bayaqdan mən sənə zəng elə. Gəlir. Xanım, bizim hesabı deyin də zəhmət olmasın. Nə hesabı, bir dənə çay içmişik, bir matulluq eləydi. Qulaq as, Fərdiyə nə demisən, haradasın? Demişəm, iş var, biraz gezi gələcəm və. Mən Sebaya nə deyim, bilmirəm. Mən tualetdə deyirəm, maşının yanında görüşərik. Qoydum bura. Bugün biraz gez gəldim axı işə. Samir idi, yaz pozu işlərini qutar, mən ona görə qalası olmuyor. Gez gələrəm yəqin. Qısas, bugün ev məsələsini danışdım şefimə, dedi, düzələr. Görək də nə vaxtda indi yəqin, özü xəbər eləyər. Hə. Joga, Rinni işdə. İyi sonra Joganı götürəcək. Yaxşı, Mays. Yaxşı. Yox, sən yat, məndə açar var, özüm gələndə açacam qapını. Öpdüm, paka. Su blət. Tuvaletdən də pox iyi gəlir bu xarabadan. Hamı siz kimi gül sısmır ki, Samir mənim. Köllü biyabanlıq, zülmət qaranlıq. Ola bayaq getdiyin adamlar orada necə yaşayır sənət əvə? Birdən reski nəsə lazım oldu, skorudan, zatdan. Necə tapırlar oranı? Qohumlardır? Hı? Fərdə gel tərəfdə. Allah köməkləri olsun. Ha, nə oldu yenə? Sənin 100% nəsə poxun var. Hə, sən mənə dediyinə mən bilim, nə oldu? Gələm, 5 dəqiqə. Ay ki. Gəlirəm də, gəlirəm, gedirik. Ay. Ay. Sənin mən. Ha, ne deyirsən? Gedək də Amaysa.
Balam, bəsdir də. Bezdim bu həkimlərə getməkdən. Bu sən o fikirləşdiyin həkimlərdən deyil də. Bu yaxşı həkimdir. Özü də Moskvada oxuyub. Bu kim məsləhət görür? İnternetdə hamı da ondan danışır. Adı nədir? Vüsal. Gedək Rəməz. Baxarıq. istirahatleriniz şekilde hazırladım, dizayn oldu. Yani nece var? Böyle. Avtoparking yeri de var. Pulsuz sizin xidmətinizə verilib və fitness sallarımız da var. Spor sallarımız hər cür şəkildə hazırlanıb, istifadəyə verilmişdir. Və parkımızın Alo. meydançaları da var. Parkın Qapım ağlı. binalarını yaşasın. Qardaşım sən bir dənə kofe sözləmə. Gətirəm. Həyatım, mən necə eləyim? Düz üstə çöküyüm, yalvarım sənə ki, sən işə vaxtında gələsən. Mən müdirə yalan danışmaqdan yoruldum axı. Sən mənəsən. Hə, sən ol. Nə deyir? Heç səni axtarır, soruşur. Mən də deyirəm, buralardadır, yəqin siz görmüşsünüz. Mən telefonumu ver də bura. Bu xiyarın nömrəsi var səndə? Hə, bir də tapdım. Ay salam meleykim. Vüsal, sən necə adamsan ay Vüsal? Alo, qulaq az. Telefonumu niyə götürmürsən mənim? Hə? Ay bala, adam balası kimi xahiş elədin ki, məktəbə uşağı aparıb gəlirəm. Düzdür? Hardasən bəs sən? Haçana gəlirsən? Ofistəyim, davay. Sənə quzu kəsərəm mən. Bir dənə orada klientlər oturub, onlara mənzili görsətdə. Xahiş edirəm səndən, bu gələn xiyara oxşamır. Sanırım o işi mən niyə görməliyim? İndi bağışda da qələt eləyib qohum götürmüşəm işə. Salam. Adım Həsəndir, satış meneceriyəm. Evə baxmaq istəyirdiniz deyəsən. Buyurun gedin. Günah açarlar, zəhmət olmasa nömrələr. Buyurun, buyurun. Diyeceğimiz şekilde hazırladım, dizayn oldu. Yani Siz remont da edirsiniz burada? Adətən yox mənim, amma istəsəniz təşkil edilməyəm. Həyətə maşın girmir, hə? Xeyr. Həyətə yalnız yanğın söndürən, bir də təcili tibbi yardım. Parkovka binanın altında yerləşir. Xanım, sizi başa düşdük. Bəs siz spermogramma vermisiniz? Mən yox. Yenə kimi analiz verməmisiniz? Məndə heç bir problem yoxdur axı, niyə verməliyəm? O sizə elə gəldi. Onu təsdiq eləmək üçün mütləq analiz vermək lazım. Doktor, biz fikirləşdik ki, öz-özünə alınardı. Xanım, əgər uşaq 3 il, 5 il olmursa, deməli nəsə problem var. Gedin bu analizləri verin. Sonra görək nə edirik. Birinci mərtəbə 102-ci otaq. Nəticələr çıxanda gəlin danışaq.